Yəni, magnezium yeganə elementdir ki, onun analizini vermədən biz təyin edə bilirik. 2-3 simptom, qışqıran simptom kifayət edir ki, biz bilək ki, bu insan magnezium verəcək, magnezium içməlidir. Bu arada magnezium haqqında bilinən çox ciddi bir dənə də səhv vardır. İstəyirəm hər kəs onu bilsin. Çoxları elə bilir ki, magneziumu qanla analiz verməliyik. Bu vitamin D deyil ki, onu biz analiz verəndə bilinək. Yeganə bəlkə də elementlərin içərisində magneziumdur ki, bu analiz qanda özünü göstərməyəcək. Bu yalnız hüceyrə içi bir analiz növümüz var ki, onu etsək. Yəni, çünki o toxumalarda toplanır. 60% sümükdə toplanır, 40% toxumalarda, 39%. Cəmi 1% qanda toplanır və biz o 1% özünü göstərən qanla necə biz bunu müəyyən edə bilərik? Və ikinci bir məsələ, orqanizm özünü müdafiə sistemi deyə bir mexanizm var ki, o nə zaman ki sümük və əzələrimizə tamamilə azaldı və bunun qışqıran simptomu kramplar, yəni spazmlar. İnsanlar qolquç ağrıları hiss edirlər, spazm hiss edirlər, baş ağrı hiss edirlər, yorğunluq hiss edirlər ki, günümüzdə bu simptomlarla çox rastlaşırıq. Bu maqneziumun defisitindən xəbər verir. Çünki siz hər gün maqnezium itirirsiniz ifrazatla və s. ilə və gedib qandan analiz versəniz, orada minimumdur deyə göstərməyəcək. Çünki toxumalarda bitən maqnezium artıq daxili mexanizm ki, özünü müdafiə mexanizmi işə düşür. Bu 1% qanda olanı tutub saxlayır.